Yaxşı. Toxlu birinci hissə 2019. Deməli, musiqi sədalarından başlayırıq. Trapesiya onun orta xəttir. Həmişəki kimi tək sayda olanları mən yazıram, bu sayda olanları siz. 1. Bucaqlarından biri 155 olan bərabəryanlı trapesiyanın kiçik bucağını tapın. Bərabəryanlıdırsa, oturacaq kişilər bir-birinə bərabərdir. Deməli, bura 150 mi verir? 155. 155 dərəcədirsə, eyni tərəfə kiçik bucaqların cəmi 180-dir. Onda bura neçə olur? 25 dərəcə mi olur? B. B var yəni. Keçirik 3-ə. Görə 3 nədir? Nəsə qeyd eləmişəm, bilmirəm. Kiçik yoxdur. Orada siz keçməyən mi? Dur baxaq. ABC'de trapesiyadır. A, B, C, D trapesiyasında EM'in AD'ye paralel. Bak bu MN paraleldir AD'ye oturacaq. En nokta AB'nin üzerinde M'dir. CD'nin üzerinde de M'dir. AB 16. Bak bura 16. BM 4'tür. Bura 4'tür. CM 3'tür. ND'ni tapın. Kısa. Deməli onda ne olur? Bura 4 ise bura 12 değil. Böyüşlə nisbətlər eynidir. 4'ün 12'ye nisbəti bərabərdir 3'ün x-a nisbəti. Neçədir o da? X bərabər 9 mu? Var mı 9? B. B var. Keçirik 5-ciyə. Paralel olanda verir. Hər hansı ki düz xətti kəsən paralel düz xəttlər bu düz xəttlər üzərində mütənasib parçalar var. Mütənasib parçalar haqqında deyək. Bunun buna nisbəti, bunun buna nisbətinə qısa qalır. Ya da bunun böyüyə nisbəti, bunun böyüyə də deyək. Ya tərsinə deyəklər. Keçirik 5-ci. 5-ci belə. Orta xətti 16. 5-ci. Orta xətti 16, oturacaqların nisbəti 3-ün 4 olan. Trapesiyanın kiçik oturacağını tapın. Bax, bu orta xətti 16. 3-ün 5-ədir. 3K buradır, 5K-da bura. Kiçik oturacağını tapın. Orta xəttin xassəsinə görə 3K üstə gələk 5K. Bölək 2 16-yadır. Deməli, bu 32-dir. 8K bərabər də 32-dir. K bərabər 4-dür. Kiçik oturacaq da 3K-dir, yəni 12. A var yəni. Keçirik 7-ciyə. 7-ci belə uşaq. Bərabəryanlı trapesiyanın diaqonalı onun iti bucağını. Bərabəryanlı trapesiyadır. Bu buna bərabərdir. Diaqonal iti bucağı 25 və 40 dərəcəlik bucaqlara, 2 bucağı ayırır. Böyük bucağını trapesiyanın iti bucağı. Bərabəryanlı trapesiyanın diaqonalı onun iti bucağını 25 dərəcə, budur 40 da, budur böyük bucaqda. 25 ilə 40-ı toplayanda neçə edir uşağı? Onda böyük neçə edir? 115 dərəcə. C var. Keçirik 9-cuya. 9. 9-da nədir? 9 da belə. Deyir ki, MNKP trapesiyasında çəkək. MNKP trapesiyasında MYKP-yə paralel. MY paraleldir KP. MY'ni verib 6. YP verib 5. Deyir trapesiyanın orta xətti. Bax, fikir verirsiniz, NK ilə YP bir-birdən paraleldir. NY ilə də KP. Deməli, bu NYPK paralelogramdır. Paralelogram qarşı tərəfləri bərabərdir. Bu 5 oldu, bu da 5. Orta xəttdə də bir el deyək. O da aşağı oturacaq 11-dir, yuxarıki də 5-dir. 5 üstə görə 11 bölək 2, 16, 8 mi elə? D. 11-ə keçək. 11 görək nə deyir. 11 belə.
ABCD bərabər yanında trapesiyasında. ABCD bərabər yanında trapesiyasında AC diagonalı yan tərəfə perpendikular. AD tərəfi 35 dərəcəli uzanan. 35 dərəcəli. Nə deyir? BAC bucağını tapın. B bərabər yanında trapesiyalı. Bəli, bu tərəf, bu tərəf. Bura 90 olanda düz bucaqlı üst bucaqdır. Bura 55 dərəcə eləyir mi? Burada cəmi 55 dərəcə eləyir mi? Bərabər yanında trapesiyada eyni oturacaq kiçik bucaqlar bərabər. Deməli, bura 20 dərəcə. Bucaq BAC 20 dərəcə. A variantı. Keçirik 13-ə. 13 belə. ABCD trapesiyasının bucaqlarını tapın. Bakın uşaqlar, A, B, C'dir. Deyil. Bax, bura verir 128 dərəcə. Buranı da verir 154 dərəcə. Baxaq, 128-in qonşusu eləyir 52 mi eləyir? 52 dərəcə var. 154-ün qonşusu da 26 dərəcə. 26 dərəcədir. Bu 128 ise burada 128 dərəcə. 154 ise burada 154. Deməli hansıdır? 52, 128, 154, bir də 26 var mı? B var. Keçirik 15'ə. 15. Belə. Trapesiyanın böyük oturacağı 20'dir. 20. Orta xəttdə də 16. 16. Kiçik oturacağı tam. Neyse. İlk üstə gələk 20 bölək 2 bərabər 16'dır. İlk üstə gələk 20 32'dir. İlk üstəki 12. Y. Keçək 17'yə. 17. Tərəflərinin uzunluqları nisbəti 2, 3, 5, 7 və perimetrdə 51 olan 4 bucağının tərəfini var. Desinə 2K, üstə gələk 3K, üstə gələk 5K, üstə gələk 7K, 51'dir. 5, 10, 17K, 51'dir. K bərabərdir 3'dür. İndi nəyin tapın deyir? Tərəflərini tapın deyir. Yoxsa 5 oturacaq. Tərəflərini tapın. 3 sabır. 2K bərabər 6. 3K bərabər 9. 5K bərabər 15. 7K bərabərdir 21. Bunlarla B var. Keçək 19'a. 19'da şəkil belə. Orta xətti C. Orta xətti C'dir. B ilə A-dakı oturacaqlar. Deyir A üstə gələk, B üstə gələk, C bərabər 15 olarsa C-ni tapın. Uşaqlar A üstə gələk B-imiz C bərabərdir, A üstə gələk B bölək 2. Deməli A üstə gələk B 2C-yə bölək. Üstə gələk C 15'dir, C də bərabərdir 5'dir. A variantı. 21. 21 belə. İti bucağı, kör bucağından 5 dəfə kiçik olan bərabər yanında trapesiya. Deməli, iti bucağı x-dır, kör bucağı 5x-dır. Eyni tərəfə kiçik bucaqlar da 180'dir. X üstə gələk 5x 180 dərəcə, x bərabər 30 dərəcə, o birisi də 150 dərəcə. Nəyə soruşur? Kör bucaq 150. B var. Keçirik 23'ə. 23'də görək nədir? Aldı görək nədir? belə. Bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabər. Maraqlı. Real çəkək. Yan tərəfi orta xəttinə bərabər. Trapesiyanın perimetri 48 olarsa yan tərəfini al. Ta ki, bura x-dir yan tərəf. Burada x-dir. Orta xəttdə burada x-dir. Düzdür. A da B da budur.
A üstə gələk B bölək 2 bərabərdir x. Perimetr nəyə bərabər uşaqlar? 2x yan tərəflər. Üstə gələk A üstə gələk B. Bu da nə demək? Bu da 2x, A üstə gələk bx bölək 2x olduğu üçün 2x tabı ilə 48. 4x 48'dir. X da bərabər 12. Yan tərəf 12. Y var. 25'ə baxaq. 25. Trapeziyanın diagonallarından biri onun M-in orta xəttini M nöqtəsindən başlayaraq 6 bölü 7 nisbətində bölür. Belədir. A, B, C, D, M-in orta xətti M, N. Diagonallarından biri 6K, 7K nisbətində bölür. M-dən başlayaraq. İkinci diagonalın orta xətti M-dən başlayaraq hansı nisbətdə böldüyünə bax. İndi bu nə? Burada fales və orta xətt meydana gəlir. Bu buna bərabər olduğu üçün fales teoreminə görə bax, bu da buna bərabər. Deməli, bu üç bucağın orta xətti alınır. Bura 6K olanda aşırıva, bura neçə olur? Orta xətt alır. 12K bura. İndi bu üç bucağa baxın. Görürsünüz, bunun orta xətti 7K'dır. Bura nə olur? 14K'da bu olur. İndi fikir verin. İkinci diagonalı çəkəcəm. Abi qoy bu hələlik. Dayansın, silirəm bunu. İkinci diagonalı çəkəcəm. Yenə orta xətt daxil. Bura 14K'dır. Bura neçə olur? 7K. Bura neçə olur? 6K. Deməli, neçə olur onda? 7 bölək 6 nisbətində olur. B. B var. Keçirik 27'yə. 27. Sərkər şəkli. Deyir ki, bərabər yanlı trapeziya. A, B, C, D. AC diagonalı yan tərəfə perpendikulярdır. Və AD tərəfi ilə 25 dərəcə. Bayaq elədiyimiz oxşuydu. BAC-ni bayaq eləmişdik də bunu. 25 orada bura neçə olur? 55 mi olur? 55 dərəcə, çünki düz bucağı 3 bucaqdır, iki bucaqların cəmi 90 olmalı. Onda burada cəmi 55 dərəcədir. BAC bucağı da 30 dərəcə olur. Yoxdur? 30 yoxdur. Düz hesablamadım, hə, 65. 65 onda 25 40 dərəcə var mı? 40 dərəcə. İbtidai sinif müəllimimiz zəif olur. Y. Keçirik 29'a. 29 da belə uşaq. Deyir ki, ABCD trapeziyasında A, B, C, D trapeziyasında M-in paralel AD-yə M, N AB 12'dir. AB 12. DN də 12'dir. Hanı DN? Burada 12'dir. CN 4'dür. Burada 4'dür. MB'ni tapın, X'ı. Burada 12 çıxar X eləyir mi? X'in 12 çıxar X'ə nisbəti 4'ün 12'yə nisbəti. Çarpaz vuranda nə olur? 4'ün 12'yə də 1'in 3'ə yazmaq olar. 3x bərabər 12 çıxar X'a, 4x bərabər 12, x bərabər 3. Cavab 3. C. C variantı. 30 da daxil olmaqla evdə yazarsınız uşaqlar. Bizim hələ sınavımız da var.